Gəlir gəlməkdə olan sevgili əkizlər bürcləri, iyun ayının 29-undan önümüzdəki ay iyulun 24-nə qədər sizin idarə edici planetiniz Merkuridə, bilirsiniz ki, əkizlərin idarə edici planeti hansıdır? Merkuri. Sizin planetinizdə bir retro başlanğıcı. Retro nədir? Merkuri retrosu nədir? Nəyi təmsil eləyir və qlobal olaraq insana necə təsirlər verir? Əvvəlki videolardan bunun açıqlamasını ilə dərin-dərin anlatmışam. Əvvəl o videonu izləyin ki, bunu anlaya biləsiniz. Bəli. Bu retro xərçəng bürcündə gerçəkləşəcək əkizlər bürcləri. Yəni sizin ailə və ev temalarına təsir edəcək. Amma retrolar elə bildiyimiz kimi mükəmməl təsirləri olan gözəl bir şey deyil. Və bu bütün bürclər üçün eynidir. Hətta qlobal bir şeydir. Hər bir insan üçün eynidir. Doğum xəritəniz nə qədər mükəmməl olursa olsun, retrodan heç kim yararlana bilməz. Amma retronun çox müsbət tərəfi var ki, keçmişdəki mövzuları tamamilə bağlayır və keçmiş problemlərinə həll yolu tapır. Müsbət yönü budur, amma mənfi yönləri həddindən artıq çoxdur. Xərçəng bürcündə olduğu üçün əkizlər bürcləri bu retro sizin ailə və ev mövzularında bəzi münasibətlər qəzalarına yol aça bilər. Məsələn, ailənizlə belə deyim, aranızdakı gərginlikləri çoxalda bilər və yaxud arada anlaşılmamazlıqlar yaşana bilər. Siz nə isə ailənizə tutaq ki, izah eləmək istəyirsiniz və yaxud içinizdə uzun müddətdir ki, qalan bir şey var, onu demək istəyirsiniz, sizi səhv başa düşə bilərlər, səhv anlaya bilərlər və siz nə deyirsəsə deyin, dediyiniz hər bir kəlmə onların başa düşdüyünün yanında sıfırda qala bilər. Yəni heç nə anlam ifadə eləməz və haqlı olsanız belə haqsız çıxa bilərsiniz. Özünüzü anlata bilmədiyiniz, amma özünüz anlaya biləcəksiniz. Sadəcə digər insanlara, ailənizə, işinizə, dostunuza anlatmağa belə deyim, çox da səy göstərməyin əkizlər bürcləri. Çünki onsuz da anlamayacaqlar. Bu bir retrodur, təəssüf ki, insanın gözünün yaşına baxmır. Keçmişdən gələn duyğusal hesablaşmalarınız olacaq. Keçmiş dostlar, keçmiş sevgililər. Məsələn, bir də oldu ki, anidən keçmiş dostunuz yazdı. Açdım Instagramı, DM qutusunda bir mesaj. Baxdım WhatsApp-a, Telegram-a və yaxud yadımda qalan bir nömrədən mesaj. Salam, necəsən? Və əmin olun ki, burada bu mənə niyə yazdı, mənə yazmağının səbəbi nədir və s. kimi mövzulardansa duyğusal temalar daha çox ön planda olacaq. Keçmişinizin yadınıza düşəcək, keçmişə birazcıq gedə bilərsiniz. Və keçmiş partnerinizlə və yaxud dostlarınızla sual altında qalan mövzular açıla bilər. Məsələn belə, biz zamanında niyə bunu belə elədik? Və yaxud biz zamanında nəyə görə burada dava elədik? Belə davakar mövzulardansa duyğusal temalar, romantik temalar daha çox ola biləcək sevgili əkizlər bürclərim. Amma zehinsel və dijital olaraq sizin detoksa, yəni həddindən artıq çox istirahətə ehtiyacınız olacaq. Çünki bu retro, yəni gələn ayın 24-nə kimi çox diqqət eləməlisiniz əkizlər bürcü. Telefon mövzularında, amma belə göndərdiyiniz maillər, mesajlar yanlış insana gedə bilər və bu həddindən artıq gözlənmədiyiniz dərəcədə böyük problemlərə yol aça bilər. Məsələn, sevgilinizə mesaj atarsınız, başqa birinə gedər. Çox riskli birinə gedər. Nə bilim, sevgilimə mesaj atdım, amma müəllimə getdi. Necə biabırçı bir vəziyyət. Buna görə mesajı yazarkən də, atarkən də 2 dəfə düşünüb yazıb atın, yoxlayaraq sevgili əkizlər bürcləri. Və
bu retroda həddindən artıq duygusal və alınğan ola bilərsiniz. Məsələn, normalda əkizlər bürcləri çox da duygusal bürclər deyil. Nəysə takım, düşünüm, yəni düşünürlər 1-2 gün, ondan sonra aman mən də öz keyfimə baxaram. Amma bu an həddindən artıq duygusal ola bilərsiniz. Yəni duygusal məsələlərdə özünüzü görə bilərsiniz. Bəli. Nələr eləməlisiniz? Göy üzünün, planetlərin sizə tövsiyəsi nədir bu retroda? Eləməniz gərəkənlər 2 kərə düşünüb hərəkət eləmək və iç səsinə həddindən artıq güvənmək. Normalda əkizlər bürcü məntiqi ilə hərəkət edən insandır. Amma bu retro xərçəng bürcündə, sizin planetinizdə xərçəng bürcündə olduğu üçün, xərçəngin də 6-cı hissi həddindən artıq qüvvətli olduğu üçün sizdən iç səsinizə güvənməyinizi, bol-bol meditasiya eləməyinizi tövsiyə edir göy üzü. Və yarım qalan yazılarınızı, təhsilinizi və bir takım belə günlük bitməmiş işlərinizi həll eləməyinizi gözləyir və nəyi eləməməniz lazım? Böyük sözləşmələrdən, yeni başlanğıclardan, yeni iş rejimlərindən uzaq qalın və bəzi duygusal qərarlarla hərəkət eləməyin. Duygusal ola bilərsiniz. Amma o anda o duygusallıqla yeni qərar almayın. Duygusal olun, keçmişə gedin, keçmişdə birazcıq gəzinin, amma yeni qərarlar almayın əkizlər bürcləri. Və çox da bu keçmişin melanxoliyasında boğulmamanızı tövsiyə eləyir sizə göy üzü. Köhnə günləri özləmək, o günlər üçün darıxmaq, o günləri anmaq əlbəttə ki də gözəl bir şeydir. Amma keçmişdəki elədiyimiz səhvlər keçmişdə qaldı. Onları düzəltmək bizim bu günümüzə aid deyil sevgili əkizlər bürcləri. Və öz yanlışlarınızdan dərs almağı unutmayın. Və normal olaraq gündəlik həyatınızda sizin zihinsel olaraq alanlarınıza bu çox təsir eləyəcək. Çox da düşünməyin əkizlər bürcləri. Yaşananları, yaşanmışları, mən niyə vaxtı ilə bunu elədim və yaxud mən niyə vaxtı ilə bunu eləmədim? Əmin olun ki, keçmişdə qalan keçmişdə qaldı. İrəliyin və bu retronun daha asan keçməsini üçün retro videomu ora yükləmişəm. Kanalıma baxa bilərsiniz. Orada tövsiyələr də vermişəm bürclərə tək-tək. Onu izləyin. Əmin olun ki, daha yaxşı atlatacaqsınız bu retronu. Bütün bürclər inşallah daha yaxşı anlatar. Və bugünlük videom bu qədər idi. Sağ olun, salamat qalın.